açıq-aşkar başqa dinin mənsubları deyirlər. Xristiyan deyirlər, Yahudilər deyirlər. La ilahe illallah, Muhammedun Resulullah deyənlər deyirlər. Gecə namazı qılanlar idilər. Hətta o qədər ki, gecə namazını növbə ilə qılmaqdan ötürü Hüseyin ağam başlayıb, biri oğlusuna verirdi ki, sən növbə ilə, mən gel namazımı qılım gəlin, mən saxlayıb sonra sən gedəsin namazını qılım. Belə olur. İmam Zaman da gəlsə əgər, xilaskar da gəlsə, sən onun ilə mübarizəyə çıxacaqsan. Çünki ağa sənə deyəcək ki, mənəmlikdən çıx, mən sənə deyirəm ki, get bu işi gör. Sən də sağlığında heç bu işi görmürdün. Sağlığında o məsələ sənin üçün önəmli deyildi. Qaçırdın həmin məsələdən. Həmin şeyi ağa səni göndərəcək. Get elə o. Xoşlamadığın şeyin alıcı göndərəcək. Əmr edirsən, getməyən sən əgər bir dünya məhəbbət, dünya məhəbbət sən düşürsən, o zaman da qarşı çıxacaqsan. Niyə belə şey olur? Niyə belə şey olur?